Bismillahirrahmanirrahim. Esselamu aleykum. Bugün biz məsəllərdən və feillərdən danışacağıq. Və Ələsgər Məmmədovun kitabında qeyd olunan məsəl mövzusuna bir toxunaq. Ərəb dilində feillərin məsəl forması olmadığı üçün elmi tədrisi ədəbiyyatda və lüğətlərdə feilin keçmiş zaman, üçüncü şəxs tək forması, müzəkkər forması şərti olaraq məsəl kimi götürülür. Təbii ki, ərəb dilində feillərin məsəl forması var. Sadəcə olaraq başlanğıc kimi onu götürə bilmirik. Niyəsini mən deyəcəm. Əvvəlcə biz qeyd etmişdik ki, ərəb dilində feillər başlanğıcda iki yerə bölünür. Thüləthi mücərrəd və rübə'i mücərrəd. Əlavəsiz. Rübə'iləri hələ ki saxladıq və thüləthi mücərrədlərdə dedik ki, birinci bab fəalə, fəilə və fəulədir. Bu babların indiki zamanını düzəltmək üçün bu modeldən istifadə olunur. Modelin bütün hərəkələri var. İkinci kök samitinin qəbul etdiyi hərəkə isə verilmir. Bu ayndır. Ayn hansıdır? Məsələn, zəhəbənin həsi. Yəni biz indiki zamana zəhəbəni salmaq üçün zəhəbə o getdi deməkdir. O gedir demək üçün deyəcəyik yəb. Bu, amma hənin qəbul etdiyi sait üçün biz lüğətə baxmalıyıq. Çünki bunu bizə qrammatika vermir. Burada müəyyən qruplaşmalar var, amma yenə də ən qısa yolu lüğətə müraciət etməkdir. Məsələn, baxanda görə bilərik ki, burada belə bir ə səsini verir. Bu o deməkdir ki, bu hə, əni qəbul edəcək. Yəni, bu babın, bu vəznin çətinliyi budur. İkinci kök samitinin səsini bizə vermir. Hər bir feilin öz səsi var. Ya ədir, ya idi, ya da udur. Üç hərəkədən birini qəbul edir. Məsələn, kətəbəyə baxsaq, kətəbədə udur. Ona görə biz buna deyəcəyik yək, tu, bu. Fikir versək bura, bu yə hissələri eyni qalır. İkinci kök samiti sükun eyni qalır. Baxın, yəv, yək. Birində amma hədir, birində t, udur. Amma sonluq yenə də u kimi qalır. Əgər cələsə versək, məsələn, oturdu, burada idi, olacaq yəcli su. Burada isə idi. Beləliklə, fəalə vəzninin, ya fəalə ya da fəulə forması olsun, fərq etmir. Onun indiki zamanı düzəltmək üçün yəf'alu, yəf'ilu ya da yəf'ulu modellərindən birini götürməliyik. Burada həmin fərqli səsi bilmək üçün lüğətə müraciət edib həmin feilin yanına baxmaq lazımdır, hansı hərəkəni qəbul edir. Bu birinci mövzumuz. İkinci mövzumuz feildən nə düzələ bilər? Biz demişdik ki, ərəb dilində söz düzəltmə prosesi, söz yaradıcılığı daxili fleksiya ilə baş verir. Nə deməkdir bu? Bu hissəni müəllimlər üçün aydınlaşdırıram. Ola bilsin ki, tədrisdə faydalı olar. Məsələn, Azərbaycan dilində deyirik getmək. Yəni, bizdə maq, mək ya da ki, ma, mə şəkilçisi ilə düzəlir. Getmək məsdər formasıdır. Biz gedirəm, gedirsən, getdi, getmə və s. deyəndə buradakı bu get hissəsi kök olaraq qalacaq sabit. Yəni, söz kökündən dəyişmir. O, xaricdən ona daxil olunan, yəni qoşulan şəkilçilər vasitəsilə müəyyən formalara düşür. Ərəb dilində isə bu proses daxildən baş verir. Daxili fleksiyadır, söz tamamilə kökdən dəyişir. Çox dərinə getmək istəmirəm, tələbələr yorulmasın və fikirləri qarışmasın deyə. Və bir feildən nə düzələ bilər? İndiki zaman gəldi. Olacaq onun faili. Fəilun. Nə deməkdir bu? Bizim dilimizdəki feili sifətdir, edən. Məsələn, zəhəbə olacaq zəhibun. Gedən yəni. Faillərdən istifadə olunur ərəb dilində. Gələcəkdə baxacağıq. Faillər yəni istifadə olunur. Sonra məf'ul ola bilər. Məf'ulun. Məf'ulun edilmiş deməkdir. Məsələn, kətəbədən olacaq məktubun. Yazılmış olacaq artıq. Ola bilər əmr olsun. Əmr formasında bizdə 3 model olacaq. Bu da həmin o kök samitləri ki var idi, daha doğrusu hərəkələr, kök samitlərinin qəbul etdiyi hərəkələrin müxtəlifliyi var idi indiki zamanda.
Proses ona əsaslanacaq. Nə deməkdir bu? Əmr formasında 3 model var. Biri if'ildir. Biri uf'uldur. Biri də if'aldir. Yəni bizim kök samitimiz əgər fəthə qəbul edirsə indiki zamanda, məsələn, zəhəbə olacaq yədhəbu. Niyə? Çünki biz lüğətə baxıb görmüşük ki, bunun hərəkəsi ədir indiki zamanda. İkinci kök hərfinin, yəni hənin qəbul etdiyi hərəkə ədir. Onda biz buna deyəcəyik if'al. Bu olacaq if'al. İzhəb. Əgər indiki zamanda i qəbul edirsə, məsələn, cələsə, ikinci kök samiti, iclisdir də, düzdürmü? Baxın, iclis deyirik. Demək ki, bunun modeli nə idi? İf'il. Niyə? Çünki cələsə olmuşdu yəclisu. Yəclisu. Əgər udursa kətəbədə məsələn olur yəktubu. Deməli olacaq bu uf'ul, yəni uktub. Artıq burada prosesi belə deyək, avtomatik vəziyyətə gətirmək üçün bu izahatdan, qısa izahatdan sonra bu proses praktiki vəziyyətə, danışığa necə tətbiq olunsun, bu artıq müəllimin işidir ki, tələbələrə bu barədə çoxlu tapşırıqlar versin və şifahi çox-çox danışdırsın. Yəni bu nəzəri hissəni ancaq başa düşmək bəs edir. Bunu praktikaya çevirmək üçün, danışa bilmək üçün, çaşmamaq üçün biz çoxlu danışmalıyıq. Deməli, feilin failindən, məfulundan və əmrindən danışdıq, gəlirik məsdərinə. Əlbəttə ki, fəalə vəznində olan feillərin məsdəri var. Getmək, gəlmək, oturmaq, durmaq, oxumaq, bunlar hamısı fəalədədir. Və onların məsdəri də var. Necə biz düzəldəcəyik bunu? Məsələ burasındadır ki, fail kimi, məful kimi və mudari kimi məsdər sabit deyil, 40-a yaxın məsdər modeli var. Burada da müəyyən qruplaşmalar var. Daha rahat başa düşmək üçün müəyyən açar şeylər var, amma ona toxunmuram. Məsdərlər üçün də yenə lüğətə müraciət olunacaq. Çünki zəhəbə, məsələn, bunun məsdəri zəhəbundur. Və yaxud burada da mütəaddi feillər, ləzim feillər deyə belə bir ayrım var. Məsəl üçün, hansısa qrup feillərdə bu bab məsdərlər olur, hansılarındasa bu bab olur. Yəni, burada da hər şey direkt səmai deyil. Yəni, müəyyən qaydalara əsaslanır. Amma yenə deyirəm, hələ ki mən çox bəsit yolunu göstərirəm sizə ki, burada məsdərlər sadəcə lüğətə müraciət olunmalıdır. Kətəbədə məsələn, bir dəqiqə. Kətəbədə məsələn kitəbətundur. Kitəbətun. Gördüyünüz kimi zəhəbədə zəhəbundur, kətəbədə kitəbətun. Fərqlidir. Nəyə əsaslanaraq biz bu məsdərləri düzəldək, o modeli biz seçə bilmərik, artıq onu biz lüğətdən bilməliyik. Və beləcə davam edir. Cələsədə cülusdur. Yenə deyirəm, müəyyən qayda var, hansısa növ feillər fuulunda olur. Amma bütün halda proses çətindir. Yəni, yenə də biz müxtəlif feillər üçün lüğətlərə baxmalı olacağıq. Məsdərlər nədir ümumiyyətlə? Məsdər feilin, hərəkətin adıdır və Azərbaycan dilində necə ki isimləşir, ismi xüsusiyyətlər daşıyır. Ərəb dilində də ismi xüsusiyyət daşıyır. Məsələn, sözdə tərkiblərin söz birləşməsi deyək də bizim dilimizdə. Söz birləşməsinin birinci tərəfi olur, idafənin, nə bilim, hallana bilir və yaxud əl artiklını şəkli olaraq qəbul edir və s. Və bu məsdərlərdən sonra biz başa düşürük ki, məsdəri biz ilkin yalın vəziyyət kimi götürə bilmərik. Çünki bizim dilimizdə bütün feillərdə maqmək ya da mamə ilə düzəlir. Getmək, gəlmək, oturmaq, durmaq proses sadədir. İngilisində to ilə düzəlir. To, go, to, ride. Bu da sabitdir. Türk dilində də sabitdir və digər dillərdə. Amma ərəb dilində
fəalənin 40-a qədər məstəri varsa, biz hansı məstəri götürək başlanğıc forma kimi? Ona görə biz madiyə keçirik. Madidən götürürük. Niyə madi və üçüncü şəxsin təki, yəni müzəkkər qaib müfrəd, yəni huvə? Huvə kimdir? Qaibdir. Yəni mən mütəkəlliməm, danışanam. Əntə müxatabsan, huvə də qaibdir, danışılan, haqqında danışılır və yoxdur. Və yəni belə deyək də, mən varam, sən varsan, biz ikimiz söhbət ediriksə və üçüncü şəxs yoxdur, onun haqqında danışırıqsa, o qaibdədir də, qeybdədir. Bizim o dərsliklərdə, daha doğrusu məktəblərdə qaib qoyduğumuz o qaib işarəsi qaib sözündən gəlir. Yəni ki, yoxdur, qeybdədir. Və huvəni niyə götürürük biz? Çünki keçmiş zamanda feillərin təsrifində heç bir şəxs sonluğu qəbul etməyən bax budur. Yerdə qalanlar qəbul edəcəklər deyə vəhəbə daha sabitdir, daha əlavəsizdir, daha yalın və çılpaq vəziyyətdədir deyə biz bunu götürürük və buradan başlayırıq təsrifə. Üçüncü şəxsin təkindən. Amma sizə deyim ki, şəxs əvəzlikləri də elə üçüncü şəxsin təkindən başlayır. Orada da belə bir qayda var. O növbəti dərsin mövzusudur. Beləliklə, ərəb dilində məstər var. Sadəcə fəalədən söhbət gedir. Birinci babın məstərləri sabit deyil, 40-a yaxın növü var və buna görə də biz onu ilkin yalın başlanğıc forma kimi götürə bilmirik. Biz götürürük vəhəbəni ona görə ki, digər şəxslərə nisbətən keçmiş zamanda təsrifdə vəhəbə heç nə qəbul etməmiş sözün yalın vəziyyətidir. Sadəcə kök hərflərindən ibarət olan vəziyyətdir. Çünki vəhəbə nədir? Fəalədir. Vəhəbə fəalədir. Amma fəalədən yaranan növbəti 12 babın hamısının məstəri sabitdir. Əgər bu fəalədə də belə olsaydı, biz bəlkə də onu məstər kimi götürərdik. Biz dediyim, yəni biz bunu edə bilmərik dildə. Ərəblər özləri götürərdilər məstər kimi və sonra o digər ölkələrdə də ərəb dilinin tədrisində bu belə izini qoymuş olardı. Məsələn, gəlin baxaq fəaləyə. Fəalə. Bunun məstəri təf'ilundur. Biz deyə bilərik, məsələn, təf'il babın özüdür. Sonra onun keçmişi madisi fəalədir, müdarisi yüfəiludur, nə bilim, fəilun var, ondan sonra bunun faili, yəni edən olan olacaq müfəilun ya da müfəalun, məf'ulu və s. Məstəri də təf'ilun. Yəni, bu məstərdən başlaya bilərdi proses, amma fəalədə biz bunu eləyə bilmirik. Beləliklə, fəalə niyə çətin vəzindir? Fəalənin əmrini düzətmək üçün digər vəzinlərdəki kimi bir formaya müraciət etmirik. Ən birinci onun indiki zamanda ikinci kök hərfinin qəbul etdiyi o səsi bilməliyik. Yəni, biz vəhəbəni əgər indiki zamanda yəb, bax, bunun qəbul etdiyi səsin ə olduğunu bilməsək, biz onu əmr formasında istifadə eləyə bilməyəcək. Yəni, vəhəbə, yəbhəbu bilməliyik ki, biz bunu deyək ki, burada bu ədirsə, deməli, bu if'aldir. İf'aldir, idhəbdir. Ona görə bu bab çətin hesab olunur ki, bu babın müdarisində problem var, yəni asan deyil müdarini düzəltmək. Digər bablara biz keçəndə görəcəksiniz, onlarda proses necə rahat olur. Əmrini düzəltmək asan deyil, məstərlərinin elə 40-a qədər növü var, məstərləri sabit deyil və s. Bu fəalə babıdır. Çox qısa və sürətli məlumat verdim. Niyə? Çünki hər dəfə bu bablar haqqında qısa-qısa danışacağım. Hər dəfə biz hər hansı bir mətni işləyəndə onun içərisində önümüzə rast gələn feillərlə təkrar bu bablara qayıdacağıq. Deyəcək, baxın, bu fəalədir, fəalənin deyək ki, failidir ya da məf'uludur və beləliklə 13 bab fəalədən söhbət gedir. Thüləthi mücərrətlərdən onunu biz çox işlədirik. Digərləri az işləkdir. Elə 10 babı götürək, 10 vəzni, 10 vəznin hər birisinin o fleksiyası, hansı ki o dəyişir, faili, məf'ulu, əmri, bütün bunları öyrənmək çox çətindir. Ona görə də ilkin variantda məlumat və məlumatı izah etmək ki, tələbə başa düşsün və salam. Sonraki prosesin hamısı artıq nəzəriyyədən praktikaya keçiddir. Biz hər mətndə inşallah
bu feillərə toxunacağıq. Əssəlamu aleykum, özünüzdən müğayət olun.